Ne yazdın kızım? Lale. Böylə başladın. Niye böylə başladın kızım onu? Ha kızım? Əslində sən fikir izah edilməsən, mən sən başa düşdüm. Biz bundan əvvəl dərsdə laləni qız adı kimi yazdığımıza görə sən də laləni qız adı deyə böyünə yazmışsan. Düzdür qızım, hər halda düzdür, əyləşə bilərsən, əyləş. Sürəyya, ay, nə eşitdin məndən? Saçı yığ. Ay. Ay, nə eşitdin? Adan sonra nə? Y, ay, sağ ol. İndi, ram, ram. R, ay sonra ran, ran, sonra ayra demədim, ayran. Bəli, o birisini də bitir. Ömər, bitdi səndə. A-nı düz yazmışdın da, A-dan sonra anladıysan. A sonra anladın. İndi, sakit. Məhəmməd Əli, İslaməli, Turqut niyə qırırsan? Siz niyə hüsun xət yazmırsınız? Biz? Bəli, siz. Biz yazmışıq. Hamısını yazmamısan, bütün səhifəni bitir. İndi əyləşə bilərsən Sürəyya. İndi gəldik İslaməli və Məhəmməd Əliyə. Deməli, İslaməli mənim üçün yazır burada, böyük bulunan bayram. Sən isə mənim üçün burada kiçik hərflə yazacaqsan ki, iti ya da yox, iynə yaz. Bax, bayaq yoldaşın yaza bilmədi. İynə, bayaq getmişsən qızım, dəqiqə ayağını cəza alırlar. İynə. Mən onların istədiyimiz qədər yazabilirim. Bəli, onları yaz. Rıza, onları yaz. Hara yazdın balam, baxın. Nə yazdın ora oğlum? Nə yazdın? Oxu görün mənim üçün. Bayram, düzdür? Bayram. Baxdan sonra Hüseyin niyə əsəbi gəlir? Ömər. Əyləş yerində. Yaxşı, get. Bayram, A-dan sonra Y. Görək Məhəmməd Əli necə yazır? İynə sözünü nə yazmışsan? Burada heç Y var balam. İnəm yazmışsan, inəm. Mən inəm dedim. İynə. Bax, bu İ düzdür bir dənə. Qalan hamısı səhv. İyi, iyi. Sən neynədin oğlum? Gel bura görüm şirini. Bura gel, bura gel. Ay sağ ol. Yanı niyə belə yazdın bəs? İndi bu da aldı. Bayram oldu indi. Bayram yox, mənə ver. Bunu bax, bu A-nın xətti qalardı. Bir dənə də buradan Y olardı. O yazmadı da bu. Olardı bayram. Bildin balam. Əyləş, sən onsuz uzun söz vermişdim. Elə onu yazmısansa, afərin sənə. Yazmıram. O yazmır oğlum. Əyləş. İslaməli. Y, Y. Məhəmməd Əli, Y yaz bura. İ ilə birləşdir. Y. Y. Nə? Əyləş İslaməli. Nə? Afərin. Ay, afərin. Əyləşdik yerimizə. İndi. Kim qaldı sonra? Hüseyin gəl. Sən yazmışdın ha balam. Değiştirəm. Sən soyğulun çəkib, sən sözlüyüm yanına yaxşı. Öz aramızda qalsın mənlə yaxşı. Müəllimə sən əyləş. İndi, bildim. İndi Hüseyin balam mənim üçün yazacaq. Çətin söz deyim sənə. Sən onsuz da bilirsən. Mənim üçün yaz burada. Qoy bir dənə sənin üstün xətdə baxalım. Hə, yaz mənim üçün burada dəyanət. 3 hecalı söz dedim mən Hüseynə. Hələ bu vaxta qədər heç bir uşağa 3 hecalı söz deməmişəm. Amma Hüseynə dedim. Çünki Hüseynə arxayınam. Hüseynə güvənirəm. Dəyanət. Afərin, özü hərfliyir. Mənə ehtiyacı yoxdur. Afərin oğluma. Əla. Çox gözəl. Burada dəyanət bəzən böylə də yazılır. Çünki insan adı kimi verilir. Amma ümumi götürəndə heç bir hərf səhvimiz yoxdur. Hələ biz təzə başlamışıq. Əla bizə. Elif Vidadi, gəlin görüm. Qalan hamı gəldi, sən qaldın balam. Hə, gəldin sən psixoloqun yanından. Danışdın psixoloqla. Ağıllı olduq balam. Ay, sağ ol. İndi sən bir dənə gözlə bu yoldaşların yazısına ki, yanıma. Hə, mənim akirimi götür, gözlə. İndi Vidadi, sən mənim üçün yaz burada. İti. Sən də mənim üçün burada yaz.
Əla. Əla yaz. Əla. İti. Hərflər elif. Əla. Əla. La. L'dan sonra nə çıxdı ağzımdan? Düzdür oğlum, düzdür, ələşə bilərsən. Qızım, nə çıxdı ağzımdan? Əla. Asıl. Sən də gəl bura bir sabun düzəlt. Sən mənim üçün yaz burada nal. Hərflə mənim üçün. Hərflə bala. Nal. Uşaqlar, mən bu salı işlə bilmirəm, Rıza. Uzanmısan ha balama. Əməlli başda istirahətləsən orada. Hə. Aha, sonra. Mən nıqıl dedim, nıqıl. Elə söz çıxdı mənim ağzımdan balam. Yaxşı, mən hərfliyim, sən yaz. N yaz. N. Balaca N. Hansındandır bilmirsən. O nə hərfidir? Ay Vüsal. D. Mən N deyirəm sənə. N. Axtar gör lövhədə heç gör N hərfi var. Gör hansıdır N. N. Yaz indi burada. Hə, odur. Yaz indi burada N. N. A-nı bilirsən usta. A. Necə hansı A? Üstünə A var. A, o E-dir amma. Yox, A burada balaca. N-nın quyruğundan qalx, birləşdir A-ya. A-nın xətti A-nı. Xətti. Bəli, böyüyü burada yaz. İndi bir dənə də L yaz. L. Düz. Ömer, gəl bura. Gəl. Yaz, gəl bir dənə də buradan yaz. Tar yaz, ya tol yaz, nə istəyən yaz, amma düzgün bir şey yaz. Ömer, sən çətin söz desəm yazarsan yenə mənim üçün. Yaxşı, hə, gəl yaz. Var makirin? Yox. Amma mənim makirim buradadır, Vüsaldadır. Bir daha da oğlum bir dənə ver yenə makirim var. Yox, sən yazmısan. Gəl bura oğlum, sənə bir dənə çətin söz demək istəyirəm. Bax, deyirəm ki, Dilarə. Dilarə nədir? Ümumiyyətlə nədir? Dilarə nədir? Nə adıdır? Qız adı. Qız adı necə yazılacaq? Yazıldı, başda böyük dığla. Sən hərflə, mən səni izləyəcəm. Çünki sənə də üç heyecanım. Ay sağ ol, davam edirik. Dıdan sonra nə? Baxın oğlum. Böylən 7'sini yazmışdıq bayaq. İndi 3'ünü də yaz onu. La, ay sağ ol, la hecası. Vüsal, nə yazırsan balam? O nədir? La, rə, afərin, hecanızı tapırıq, rə. Sonuncu rə hecanız. Rə. Afərin. 3 heyecanlı sinifdə. Əla.